Salam hörmətli müəllimlər. Bugünkü mövzumuz metakognitiv bacarıqların formalaşdırılmasıdır. Metakognitiv bacarıqlar da özünü monitorinqdir, özünü tənzimləmədir, bir də özünü qiymətləndirmədir. Özünü monitorinq nədir müəllimlər? Əsas komponentləri nədir? Gəlin baxaq. Deməli, müşahidə bacarığının olmasıdır, agah olmaqdır, bir də rəy vermə bacarığının olmasıdır. Deməli, müşahidə nədir? Yəni, nə etdiyinə, necə etdiyinə, nəticələri fəal şəkildə diqqət yetirilir. Yəni, burada istər günlük həyatda olsun, istər şəxsi həyatda, istərsə də deməli, peşəkar fəaliyyətdə özünün nə etdiyini, davranışlarının necə olduğuna, nələrin baş verdiyinə diqqət yetirməklə, yəni şagirdlər özünü müşahidə edib məlumat toplaya bilirlər. Bu da nəyin sayəsində oldu? Özünü monitorinqi müşahidə etmə komponentinə əsaslandı. İndi isə agah olmağa baxaq. Agah olmaq nədir? Yəni, tapşırıq və ya öyrənmə zamanı nə baş verdiyini bilir, prosesdən agah olur, hər hansı bir fəaliyyət zamanı nəyi bilib bilmədiyinin fərqinə varmaqdır. Sonra şagirddə gedişatla bağlı məlumatlı olmağa imkan verir. Bu da nəyin sayəsində oldu? Agah olmağın sayəsində oldu. Deməli, birinci gəldi müşahidə etmə. Müşahidə etmədə deməli, nə oldu? Müşahidə edərək, deməli, şagird öz həyatı ilə bağlı, deməli, nəyin baş verdiyinə diqqət yetirir və şagird özünü müşahidə etməklə bu məlumat toplayır özü haqqında. Sonra agah olmaqla da nə oldu? Agah olmaqla da hər hansı bir fəaliyyət zamanı nəyi bilib bilmədiyinin fərqinə varmaq, yəni şagirddə gedişatla bağlı məlumatlı olmağa imkan verdi. Rəy vermə bacarığının olması da istər şagird tərəfindən olsun, istərsə də müəllim tərəfindən olsun, yəni şagird yoldaşına rəy verə bilir və məsəl üçün ola bilər ki, şagird özü haqqında belə deyək də zəif cəhətini bilməsin və qıraqdan belə deyək də şagird yoldaşı müəllim həmən zəif cəhətini deyərək şagird öz zəif cəhəti üzərində çalışa bilər və onu aradan qaldıra bilər. Bu da nəyin sayəsində olur? Rəy vermənin sayəsində olur. Sonra gəlir müəllimlər özünü tənzimləmə bacarığının olması. Özünü tənzimləmənin də belə deyək də əsas komponentləri bunlardır. Məqsədin müəyyən edilməsi, sonra planlaşdırma, emosional tənzimləmə, sonra uyğunlaşma. Yəni, bunlar nəyə aid olmuş oldu? Özünü tənzimləməyə. Özünü tənzimləmədə, yəni insanın məqsədə çatmaq üçün idrakını, emosional vəziyyətini və davranışını nəzərdə saxlamağı idarə etməsidir. Yəni, əsas komponentlər nə idi? Məqsədin müəyyən edilməsi. Məqsəd müəyyən edir ki, mən məsəl üçün deyək ki, abituriyent qabağına məqsəd qoyur ki, mən həkim olacağam və yaxud da müdavim qabağına məqsəd qoyur ki, mən yüksək balı toplayacağam və belə deyək də, istədiyim yerə qəbul olacağam, istədiyim məktəbdə işləyə biləcəm. Bu da nə oldu? Məqsədin müəyyən edilməsi sayəsində oldu. Həmən bu məqsədin müəyyən edilməsi, yəni fəaliyyətini daha effektiv istiqamətləndirə bilir ki, yəni şagirdin özü istədiyini tənzimləməsinə deməli təsir edir. Sonra gəlir planlaşdırma bacarığının olması. Planlaşdırmada da deyək ki, qabağına məqsəd qoyub ki, həkim olacağam, hüquqşünas olacağam və düzgün planlama aparır ki, məqsədinə çata bilsin. Məqsədinə çatmaq üçün də düzgün planlama lazımdır. Sonra emosional tənzimləmə bacarığının olması. Emosional cəhətdən tənzimləmə nədir müəllimlər? Deyək ki, şagird deyək ki, və yaxud da abituriyent məsəl üçün deyək də, elə ola bilər ki, aşağı bir bal toplasın, istədiyi bir yerə düşə bilməsin, emosional cəhətdən özünü tənzimləmə edə bilməlidir. Yəni, emosional cəhətdən güclü olmalıdır ki, deyək ki, bu il məndə alınmadı, gələn il belə deyək də, həvəsdən düşməyəcəm, gələn il bundan da, deyək ki, 500 bal toplayıb, istədiyi bir fakültəyə düşə bilməyib, deyək ki, mən gələn il hazırlaşacağım, daha bir yüksək bal toplayaraq daha yaxşı bir yerə düşəcəm və yaxud da istədiyim bir fakültəyə düşəcəm. Bu da nəyin sayəsində oldu? Emosional tənzimləmənin sayəsində. Deyək ki, emosional cəhətdən zəifdir abituriyent və istədiyi bir nəticə əldə etməyəndə gedir intihar edir. Bu da nəyin nəticəsində olur? Emosional cəhətdən zəif olur. Ona görə də şagird
və yaxud da tələbə emosional cəhətdən güclü olmalıdır. İmtahanda aşağı bal da toplasa, emosional cəhətdən güclü olmalıdır ki, məndə bu il alınmadı, gələn il alınacaq, yüksək bal toplayacaq. Və yaxud da tələbə semestr imtahanlarını verəndə deyək ki, məndə deyək ki, bu 5 dənə kəsirim var, eyb yox. Bu il bağlaya bilmədim 5 dənə kəsirimi, gələn il bağlayacağam. Yəni emosional cəhətdən güclü olmağı bacarmalıdır. Bir də uyğunlaşma nədir? Uyğunlaşma da, yəni alınan rəyləri və dəyişən şərtlər əsasında deməli istifadə edilən strategiyaları uyğunlaşdırır. Sonra şagirdlər hansısa bir fəaliyyət zamanı alınan rəylərə görə işlərində və ya davranışlarında istifadə etdikləri deməli üsullara, strategiyalarda dəyişiklik edirlər. Buna da nə edirlər? Uyğunlaşma olur. Yəni qıraqdan bir rəy alırlar ki, yəni bu strategiya düzgün deyil. Yəni məsəl üçün belə bir strategiyanla da istifadə edə bilərsən. Artıq onlar da həmin strategiyana uyğunlaşırlar, istifadə edirlərsə, bu da nədir? Uyğunlaşma olur. Məsəl üçün burada nümunə verilib, gəlin baxaq. Deməli, nümunədə nə deyilir? Yəni deyir ki, özünü tənzimləyə bilən şagird oxu tapşırıqlarında təkcə özünü monitorinq etmir, həm də qavramağı təkmilləşdirmək üçün deməli, qarşısına məqsəd qoyur və bu məqsədə çatmaq üçün xüsusi oxu strategiyasından istifadə etməklə plan hazırlayır. Yəni, çətin anlar zamanı məyusluğu tənzimləyir, davamlı refleksiya ilə aldığı rəylər əsasında öz deməli, yanaşmasını uyğunlaşdırır. Bu da nəyə aid oldu? Uyğunlaşdırmaya aid olmuş oldu. İndi isə gəlir müəllimlər özünü qiymətləndirmə bacarığının olması. Özünü qiymətləndirmə nədir? Yəni, özünü qiymətləndirmə özünün fəaliyyəti və ya öyrənməsi haqqında mühakimə yürütməkdir və ya qiymətləndirməkdir. Bunun da əsas komponentləri nə idi? Qiymətləndirmə, bir də refleksiya bacarığının olması idi. Deməli, müəllimlər, qiymətləndirmə bacarığı nədir? Yəni, şagird işinin və öyrənməsinin keyfiyyəti haqqında mühakimə yürüdür, sonra fəaliyyətinin deməli, keyfiyyəti haqqında etibarlı meyarlar əsasında fikir yürüdərkən, deməli, şagirdin mühakimə bacarığının deməli, inkişaf etdirir. Nəticədə şagird öz işində qiymətləndirilmiş olur. Deməli, öz işini qiymətləndirirsə, qiymətləndirmə bacarığının olmasına aid edilir. Yəni, refleksiya sonra nədir? Refleksiya şagird nə öyrəndiyini, necə öyrəndiyini, həmçinin nələri təkmilləşdirilməli olduğu haqqında tənqidi düşünür. Yəni, şagird davamlı olaraq öz fəaliyyətini müxtəlif deməli aspektlər haqqında refleksiya edəndə, yəni rasional şəkildə düşünəndə, təhlil edəndə özünün üstünlüklərini, çatışmazlıqlarını müəyyənləşdirilmiş olur. Refleksiya nədir? Sual-cavab edərəkdir və özü haqqında özünü təhlil edir ki, mən harda belə deyək də çətinliklərim var, harda üstünlüklərim var, yəni bunları müəyyənləşdirə bilir. Bu da nəyin sayəsində oldu? Refleksiyanın sayəsində olmuş oldu. Deməli, burada nümunəyə baxaq. Nümunələr nə deyir? Deyir ki, oxu tapşırığından sonra şagird oxuyub anlama ilə bağlı olan məqsədinə nə dərəcədə nail olduğunu düşünür. Hansı strategiyaların effektiv olduğunu nəzərə alır və təkmilləşdirilməli sahələri müəyyənləşdirərək özünü qiymətləndirir. Bu birinci deməli, qiymətləndirməyə aid nümunə oldu. Sonra deməli, xülasə olaraq özünü monitorinq, müşahidə və məlumatlılıq, agah olmaqla bağlı özünü qiymətləndirmə məqsədlərə çatmaq, özü üçün deməli, idrak emosional prosesində fəal şəkildə idarə olunması ilə özünü qiymətləndirmə isə öz fəaliyyəti haqqında mühakimə yürütməkdir və refleksiya etmək bağlıdır. Yəni, ümumilikdə deməli, bunlar şəxslərə öz öyrənmə proseslərini başa düşmək və onları nəzarət etməklə daha effektiv öyrənən olmağa imkan verən bir metakognitiv bacarıqlardır. Deməli, müəllimlər, metakognitiv bacarıqlar
əsas nələr oldu? Özünü monitorinq idi. Sonra özünü tənzimləmək idi, bir də özünü qiymətləndirmək idi. Özünü monitorinqdə deməli müşahidə bacarığının olmasıdır, agah olmaq, bir də rəy vermək idi. Özünü tənzimləmədə məqsədin müəyyən edilməsidir, planlaşdırmadır, emosional tənzimləmə, bir də uyğunlaşma idi. Özünü qiymətləndirmə də nə oldu? Öz-özünü yəni qiymətləndirmə, bir də refleksiyadır. Yəni öz-özünü qiymətləndirirsə, nəyi yaxşı bilirsə, nəyi yaxşı bilmirsə, yəni bu özü haqqında belə deyək, mənfi cəhətdən, müsbət cəhətdən rəy verirsə, özünü qiymətləndirməyə aid olmuş oldu. Sonra da gəldi refleksiya. Refleksiyada nə? Sual-cavabdır. Özünü belə deyək də sual-cavab edərək, refleksiya edərək deyir ki, şagirddə nə öyrəndiyini, necə öyrəndiyini, həmçinin nələri təkmilləşdirilməli olduğu haqqında tənqidi düşünür. Yəni şagird davamlı olaraq öz fəaliyyətinin müxtəlif aspektləri haqqında refleksiya edəndə, yəni rasional şəkildə düşünəndə, təhlil edəndə özünün üstünlüklərini və çatışmazlıqlarını müəyyən etmiş olurdu. Deməli, burada bir nümunə də var idi. Nümunədə deyir ki, oxu tapşırıqlarından sonra şagird oxuyub anlama ilə bağlı olan məqsədinə nə dərəcədə nail olduğunu düşünür, yəni hansı strategiyalarda effektiv olduğunu nəzərə alır və təkmilləşdirilməli sahələri müəyyənləşdirərək özünü qiymətləndirir. Bu da nəyə aid olmuşdu? Özünü qiymətləndirməyə. Deməli, müəllimlər, bugünkü dərsimiz də bu qədər. Sağ olun, müəllimlər, salamat qalın.